Salam əziz şagirdlər. Bu video izahımda 12 aprel 2026-cı ildə keçirilmiş 9-cu siniflərin 2-ci zona buraxılış suallarının izahını verəcəm. Riyaziyyat suallarının izahıdır. Keçək sualların izahına. Birinci sualda, yəni 57-ci sualda tərkibində 2,5% mis olan 1 ton mis kolçedanından 21 kilogram mis alınmışdır. Neçə faiz mis itkiyə gedir? İlk növbədə biz 1 ton mis kolçedanı, yəni 1 ton yəni xam mal olması bir misi tərkibindəki misin miqdarını tapmayıq. 1 ton 1000 kilogram olduğunu bilirik. Bu 100%'dir. Bunun 2,5%'i saf misdir. Yazaq x. Buradan x'i tapaq. 1000 vurulsun 2,5 bölünsün 100'ə. Bunlar getdi 25. Normalde 25 kilogram mis alınmalı idi. Ama 21 kilogram mis alınmış. Neçə faiz mis itkiyə gedər? 25 100%'dir. 21 kilogram x. Buradan x'i tapaq. 21 vurulsun 100 bölünsün 25'ə. Bunlar getsə 4. 4 kere 1 4, 4 kere 2 8. 84 faiz. Deməli 84 faizin təşkili neçə faiz itkiyə gedir? 16 faiz cavab olur B variantı. Bölünən 496. Qismət 4, qalıq 96'dır. Böləni tapın. Deməli, belə bir ifadədir də. A bölünsün B bərabərdir C. Bu da qalıq. Burada A bölünən, B bölən, C natamam qismət. Əslində burada natamam qismət söz olmalıdır qalıq varsa. Natamam qismət. Qalıq da 96 məlum olsa da qıda qalıqdır. Bölünən 96 biz böləni tapmalıyıq. Yəni B-ni tapmalıyıq biz. Deməli buradan A bərabərdir. B vurulsun C üstə gəlinsin qalıq. 496 bərabərdir. 4 vurulsun. Deməli B vurulsun 4 üstə gəl 96. 400 beraber 4B, B de beraberdir 100. Cevap olur C variantı. Çox hədsin vuruqlara ayırın. Deməli mən bunu belə yazaram. A çıxılsın 5 çıxılsın 4. A çıxılsın 5 üstə gəlinsin 4. Olar belə A çıxılsın 9. A çıxılsın 1. A çıx 9. A çıx 1. Cevap oldu C variantı. Tam səthinin sahəsi 24 cm², kubun həcmini tapın. Kubun ümumiyyətlə tam səthinin sahəsi nədir? 6A kvadrat. Bərabərdir 24'ə. A kvadrat bərabərdir 4, A bərabərdir plus minus 2. Bizə 2 lazımdır. Çünki söhbət tərəfinin uzunluğuna gedir. Kubun həcmini tapın. V bərabər 2'nin kubu bu eləyir 8. Cavab olur D. Keçək 61-ci suala. Üçbucağın tərəflərinin uzunluğu 16, 18 və 20'dir. Bir dənə üçbucaq çəkək. Görək bizdən nə istəyir? 16, 18, 18 və 20. Təpələr verilən üçbucağın tərəflərinin orta nöqtələrində olan üçbucağın perimetrini soruşur. Bu çəkdiyim indi bu kiçik üçbucağın perimetrini soruşur. Tərəfləri üçbucağın orta xəttidirsə, məsələn bu tərəf olur 10, bu tərəf olur 9, bu tərəf də olur 8. 9, 8, 10, 27 cavab olur C variantı. Bu da variant C düşməyib C. Çevrəsinin uzunluğu 32 pi olan dairənin radiusunu tapın. Dairə olsun, çevrə olsun, nədirsə çevrəsinin uzunluğu 32 olan, bəli. C bərabərdir 2 pi r. Yəni 2 pi r bərabər 32 pi. Pi'lər getsə, 2'lər getsə, r qalar 16. R 16'dır. Dairənin radiusunu soruşur, elə 16 A variantı. 180 ədədinin 3 hissəyə ayrılmışdır. Bu ədədləri tapın. K, 2K və 3K. Bərabərdir 180'ə. 6K 180. K bərabərdir 30. K'nı tapdıq 30. Deməli ədədlər 30, 60 və 90. 30, 60, 90 E variantı. İfadəsinin qiymətini hesablayın. Yerinə ədəd qoyub hesablaya da bilərik, açı da bilərik. Ən yaxşı yerinə də ədədi bu 2'ni gətirib x-dan yerinə qoymaqdır. -2, -1, -1,5'ə vuranda 3. Vur
Mənfi 2 3-ə böləndə 3-dür 2. Çünki mənfidir böl 2. 3-lər gedər 2 qalar. 3-ü də mənfi 2 vurun 6. Cavab bilir mənfi 4 A variantı. Sonra kvadrat tənliyinin deməli kökləri mənfi 5 3 olarsa B bölünsün A nisbətini tapın. Tənliyin köklərinin cəmi Viet teoreminə görə elə mənfi B bölünsün A'dır. Düzdürmü? Bəli. Tənliyin kökləri mənfi 5 3'dür. Mənfi 5 üstə gəl 3 bərabərdir. Mənfi B bölünsün A. Mənfi 2 bərabərdir. Mənfi B bölünsün A. Onda B bölünsün A bərabər olur 2'yə. Cavab olur A variantı. İfadəsinin qiymətini hesablayın. Sadə bir sualdır. 12'nin 4'ə vuranda nə eləyir? 48 üstün 3 51. 51 vurulsun 4 vur 2. Bu formada bir sualdır. Çıx 27. Aha. Deməli bu 14 48 bəli çıx 27. Aha. Deməli kvadratı ilə vur tərsinə. 9'da 16. Düzdürmü? Düzdür. Bir vurada bilərik bunu. Sıxıntılı bir şey deyil. Elə ifadəni açmaqdır. Ən yaxşısı vurmaqdır. Bax bu 4 51 vur 2'ni vururam 9'da 16'ya. Bunlar gedir 4 qalır. 51 vur 2. 51'i 2'ye vuranda 3'e ixtisar gedirmi? Bu gedir 3'e 17 qalır. Bu da gedir 3'e 3 qalır. Deməli 4 kere 2 8. 8 kere 7 56 126 böl 3. Burada ixtisar giden bir şey yoktu axı. 1 dəqiqə 87 56 116 böl 3. Deyirəm axı. Aha. Bunlar da geçsə 3 qalar. Çıx 3 48. 48 3'e vuranda 3 kere 8 24. 3 kere 4 12 144. 144 çıx 116. 14'ten 6 çıxanda nə qalır? 8. 14'ten 6 çıxanda 8. Deməli 3'ten 1 çıxanda 2 28. 28'i 28 3'e böləndə burada cavab alınmır. Yəni buna bir də baxın. Çünki bu sual nəsə çox qarışıq getdi. Sadə sualda əslində qalsa elə bir, yəni bir şey deyil. Bu adi kəsirlərin toplanması çıxılmasıdır. Prosta burada nəsə qarışıq bir şey getdi. 12'nin 4 3'e vuranda deməli 4'də 12'nin 4'ə vuranda 48 3 gələndə 51 vur 2'yə. Bunlar getsə qalar 51 böl 2. Çıx 27. Bu eləyər 2'də 51 çıx 54. Bərabər 2'də mənfi 3. Mənfi 2'də 3 vurulsun 16. Burada eləyir 9. Bu getsə 3 qalar. Bu getsə 8 qalır. 8'i 3'e böləndə mənfi 2 tam 3'də 2. Cavab olur B variantı. Ayaqlarım çox uzun getmişdi nəysə. Asan bir sualdır. Bu kök altının 25'ten köhnə çıxır 5. 4 üstə gəlsin 5. Eləyir 9. 9'dan kök çıxır 3. Cavab olur A. Koordinat müstəvisində deməli ABCD koordinat müstəvisində ABCD kvadratının A4 1 C2 1 təpələr vermiş. B təpəsinin koordinatını tapın. Deməli bir dənə koordinat müstəvisi çəkək biz. Koordinat müstəvisində ABCD kvadratından söhbət gedir. A4 1. Məsələn 1 2 3 4'ü qurduq. Bir də 1. Bunu qoyaq bura A. Sonra C2 1. 2 mənfi 1 2 mənfi 1 C'ni qoyduq bura. D 2 1 2 1 DC. Onda deməli E'də düşür bura. Düzdür? Bu düz 4'ün üzərinə düşür də. E'də düşür bura. A B
C, D bu formada. B de düşür bura. B onda ne olur? Bura 4 idi. Burada mənfi 1 olur. 4 mənfi 1. Şəkli çəkəndə çox rahat bir şeydir. E variantı. Kəsirin məxrəci sürətindən bir vahid böyükdür. Buna aid dəfələrlə mən öz hazırlıq uşaqlarıma keçmişəm. Yəni dərs keçdiyim uşaqlar deyək. Məxrəci sürətindən bir vahid böyükdür. Kəsirin sürəti məxrəcindən. Məxrəci x-dırsa, məxrəci sürətindən bir vahid böyükdür. Sürət x isə məxrəc x plus 1'dir. Bu kəsiri onun tərsi olan kəsirlə toplasaq, tərsi. Yəni x-də x plus 1 ilə toplasaq 2 tam %5 alınır. 2 tam %5 alınır. Aha. Bu kəsiri tapın. Bu kəsiri tapın. Deməli, ortaq məxrəc gətirib yazmaq olar əslində bunu. Başqa cür nə eləmir? Yəni, burada kəsirlərdən istifadə eləmək olar təbii ki. Amma ümumi olaraq mən buna nətər yanaşaram başqa cür? Başqa cür nətər yanaşaram? Bu 5-dən bunu ixtisar apararam. İxtisar aparmasam nə baş verər? Ortaq məxrəc gətirərəm. Yəni, gəl həlli qaydasından gedək. Yəni, kəsiri qoysam, yoxlasam olar. Yoxlasam olar. Məsələn, 9-da 8, 8-də 9, 6-da 5. Yəni, bu qayda yoxlasam olar. Amma istəyirəm bunun həllini yazam, göstərəm sizə. X kvadrat üstə gəlinsin. Açaq bunu. Bu nədir? X plus 1'in kvadratıdır da. X kvadrat üstə gəlsin 2x, üstə gəlsin 1. Bərabərdir. 2 tam 1. Burada deyir 20. 20'də 41. Düzdürmü? 20'də 41. Aha. Belə. Deməli 2x kvadrat üstə gəlinsin 2x, üstə gəlsin 1, bölünsün x kvadrat, üstə gəlsin 2x, bərabər 20'də 41'ə. Hər tərəfi vursam, çarpaz formada 40x kvadrat üstə gəlsin 42x, üstə gəlsin 20, bərabər 41x kvadrat üstə gəlsin 41x. Keçirsəm bunların hamısını tərəfə, x kvadrat üstə gəlsin 2x, çıxılsın 20, bərabərdir 0. Tənliyin kökləri buradan çıxır ki 4, 5. Amma nə cür 4, 5? Mənfidir deyə 4 mənfi 5 çıxır. Deməli bizim x-imiz nədir? 4. Bizim x-imiz oldu 4. X-imiz 4-dürsə bu kəsiri deyil tapın. Cavab olur 5'də 4. E variantı. Bəli. Bu kəsir deyil 5'də 4. Maraqlı sualdır. Həqiqətən maraqlı sualdır. Yəni bu həll maraqlı sual. Aha. Sonra keçdik 70-ci suala. Kəsirini ixtisar edin. 7'ni mən mörtəzə xaricine çıxardıram. Allah Allah. 7'ni mörtəzə xaricine çıxardıram. Qalar deməli D üstə gəlsin C. Buradan 21'i çıxardıram. Qalar D üstə gəlsin C. C'lər gedər, bunlar gedər. Qalar 3'də 1 D variantı. Ədədlərini müqayisə edin. A üstə mənfi 5'in kvadratı bilirik ki 25'dir. Mənfi 5'in kvadratı bilirik ki mənfi 25'dir. Bu da mənfi 5'dir. Deməli, nəticə etibarilə biz artıq bilirik ki A böyükdür. A böyükdür. C'dən o da böyükdür. B-dən. Bax, bu ədəd sizi çaşdırmasın. Bu dəfələrlə deyilib bu. Mənfi 25'dir. Yəni bununla bunu qarışdırmıyor. Eyni bir şeyler değil bu. A böyükdür C, o da böyükdür B'dən. B variantı. Sonra ABC oxşarı YDF olarsa X'i tapın. Oxşarlıq. Bura alfa, burada alfaymış. Bura beta, burada betaymış. Deməli, X'i soruşmur. Beta'nın qarşısındakı 2x çıx 5'in, alfanın qarşısındakı 4'ə nisbəti, beta'nın qarşısında 6'nın, alfanın qarşısındakı x plus 4'ə nisbəti. 6 kere 4. 24 bərabərdir. Düzdürmü? Deməli, 2x çıx 5'in 4'ə nisbəti, 6'nın x plus 4'ə.
2x'i 2x'e vursam 2x kvadrat. 2x'i 4'e vursam 8x. Çıx 5x. Çıx 20. Keçirsəm bu tərəfə 2x kvadrat üstə gəlinsin 3x çıxılsın 44 bərabərdir 0. X'i soruşur bizdən. Yenə də x natiraz bir ədəd oldu burada. Xoşum gəlmədi. Bir dəqiqə. Başqa yox. Başqa yolu yoxdur. Elə yolu budur. Köklərini tapsam d bərabərdir. Deməli burada sərf elədik də. Burada 2x kvadrat düz eləmiş. 2x kvadrat üstə gəl 8x çıx 5x çıx 20. O tərəfə keçirəndə çıx 44. Bəli. D bərabər b kvadrat çıx 4ac. Deməli 4 2 8. 8-i də 44'ə vuranda 44 vur 8. 8 kere 4 32. 8 kere 4 32 37. 372. Bu eləyir 381. Kök çıxmır axı. 32 37. Bundan kök çıxmır. Bir dəqiqə. 4 84 32 372. 380 361'den 19 çıxır. Amma 381'den kök çıxır mı? Çıxmır. Bir dəqiqə. 381'den yox, çıxmır. Niyə belə veriblər bu rəqəmləri? Çox maraqlıdır. Bir dəqiqə. Bir dəqiqə. Burada bəlkə. Bunun bir də əslinə baxım mən. Buna bir də baxaq. YDF oxşardır deyir. YDF. ABC, YDF oxşardır. Bura alfa, tam bura alfa. Bura beta, bura beta. Bura bir gamma, bura bir gammadır. Beta'nın qarşısındakı 4'ün, burada beta'nın qarşısındakı x plus 4'ə nisbəti bərabərdir. Burada alfanın qarşısında, burada da alfanın qarşısındakı kiçikdə 2x çıx 5'in. Burada alfanın qarşısına 6 nisbəti. 6 kere 4 24 bərabərdir. 2x çıx 5 vurulsun x plus 4'ə. 2 kere 2x kvadrat üstə gəl 8x çıxılsın 5x çıxılsın 20. 2x kvadrat üstə gəlinsin 3x çıxılsın 20. 2x kvadrat üstə gəlsin 3x çıxılsın 20. Keçirəndə bu tərəfə 2x kvadrat üstə gəlsin 3x çıxılsın 44 bərabərdir 0. Bu amil. Bunu aldıq. İndi biz buradan x'i tapmaq üçün diskriminantı tapmalıyıq da. Diskriminant tapmamış. Bunun başqa diskriminant tapılmalıdır. X'i tapmaq üçün d bərabərdir b kvadrat çıx 4ac. Yəni üstəgə 4 8 vur 44. 44'ü 8'e vuranda 8 kere 4 32, 8 kere 4 32 37, 372 381 eləyir. Bu məsələ var ki, burada 381'den tam kök çıxmır. 381'den tam kök çıxmırsa biz bunu nətər oxşarlıq münasibətindən apara bilərik ki? X'i nətər tapaq? Buradan 381'den tam kök çıxmır. 381'den tam kök çıxmırsa buna oxşarlıq qurmaq olmaz axı. Biz burada sərf eləyirik də bayaqdan. Bunu 8'e vuranda 8 kere 4 32, 8 kere 4 32 35 eləyir. 352. Deyirəm axı 361. X1'i tapmaq üçün deməli mənfi b çıx 361'den 19 çıxıb bölünsün 2 2 4. Bu bizə lazım deyil. Bizə bunun müsbəti lazımdır. 16 bölü 4 cavab eləyir 4. Ha. Əla, belə. Oldu 4. Keçək növbəti suala. Bərabərsinin tam əllərin cəmini tapın. Bax, həmişə bizim gördüyümüz burada x olandadır. Tam əllərin cəmini tapmaq üçün x-ini alabiləcək. Burada 2x olduğu üçün mənfi 3 2'ye bölürsə, mənfi 0 onda 5, kiçik bərabər x, kiçik bərabər 5 tam onda 5. 11'i də 2'ye bölürük. Düzdür? Düzdür.
Tam əllərin cəmi. Burada hansı tam əllər var? -1, -1 nədir? 0, 1, 2, 3, 4 və 5. Deməli 2, 3, 6, 10 cavab eləyir 15. Yox, -1,5. Bunda -1 də var. Bəli. Bunlar gedər 5, 14. 14. Bəli. -1,5. Tənliyin qrafik üzərində apisi -4 olan nöqtənin ordinatını tapın. X'in yerinə -4 qoyanda -8 üstəgən y bərabərdir 5, y bərabərdir 13. Ordinatımız olur 13. Aha, tənliklər sistemindən x çıxılsın y ifadəsinin qiymətini tapın. Mən bu tənliklər sistemini həll etmək üçün müxtəlif üsullar işlətmək olar burada. Mesela alt-alta çıxaram. Alt-alta çıxaram. Bu onsuz da x çıxılsın y müsbət bir ədəddir. Bax, mesela tutalım ki bu altdakindən üstdəkin çıxıram. 3x-dən 7x çıxanda eləyir 10x. Y. X getdi, y'lər getdi. 4-dən də 10 çıxanda -10. Onda x, y nəyə bərabər olur? -1-ə. X, y tapdıq. İndi alt-alta toplasam. X, y bildik. 10. -1. Aha. İndi x, y istənilən x, y yerinə gətirib -1 qoysam. X kvadrat üstə gəl y kvadrat. Deməli çıx 3 bərabər 4. X kvadrat üstə gəlsin y kvadrat bizə 7 verir. Düzdürmü? Bəli. Mən modul, bax bunu kvadratı yüksəldə bilərəm. Çünki müsbət olduğuna əminəm də artıq. Çıxılsın 2x, y bərabərdir. X kvadrat üstə gəl y kvadrat bilirəm 7-dir. Buna -1 üstə gəl 2 cavab eləyir 9. Cavab eləyir 9. Sonra ama bunu bir dənə kvadratı yüksəltmişəm axı. A-ya. Düzdürmü? Onu bir kvadratı yüksəltmişəmsə a kvadrat olub. 9 bərabərdir elə bir ki a kvadratına a da bərabər plus minus 3. Bizə burası modul olduğu üçün müsbəti lazımdır 3. Cəmi cüt ədəd olarsa a plus b cəminin ən böyük qiymətindən. Cəmi cüt ədəddirsə, sən a və b-nin cəminin ən böyük qiymətini sizə a-nı və b-ni yeni ən böyük ədədlər qoyması. Məsələn, a-nı yeni sən maksimum 9 qoya bilərsən. Bəs mənim b-ni yerinə nə qoya bilərəm? Məsələn, 9 qoya bilərsəm, qoya bilməzsən. Burada şərt var. 9 qoymaq olmaz. 8 qoyanda tək olur. 9-un 8, 17, 8 də qoya bilməzsən. 7 qoya bilərsən amma. A plus b cəminin ən böyük qiyməti olur 16. 77-də. Deməli, 77-də bizdən nə soruşur? Bir təpəsinin koordinant başlanğıcına olan və diagonalı K4,0 nöqtəsində olan kəsişməsi abcedi kvadratının sahəsini tapın. Deməli, K4,0-dadırsa, deməli, bu K nöqtəsi 4'dür. Buradan bura kimi 4'dür. Söhbət kvadratdan gedirsə, kvadrat kəsişli nöqtə yarı bölünür. Burada 4'dür. Burada 4'dür. Tərəf olur, onda 4 kökdə 2. Kvadratın sahəsini tap, S bərabərdir. Elə 4 kökdə 2 kvadratı. 32. 77'də. 78. AC və BD düz xətləri E nöqtəsində kəsişirlər. Əgər EF BYC-nin tən böləni, bax, bura alfadırsa, burada alfadır. CYD 50. Bura 50 dərəcə. Bura 50-dirsə, qarşılıqlı olduğu üçün burada 50-dir. AYF soruşur. AYF. Biz alfanı tapmalıyıq. Buradan 2 alfa üstə gəlsin 50 bərabərdir. 130'a. Alfa bərabərdir. Deməli 60. 130, 180'ə. 130 nədir? 180'ə. 130, 2 alfa. Alfa bərabər 65. Alfa 65 dərəcədir. Bizdən də AYF. AYF. AYF onda olur 115 dərəcə. 115 dərəcə. 79'da ABCD düzbucaqlısında BM AC'yə perpendikülər, DN də AC'yə perpendikülərdir.
Bunu oxşarlıqdan məsələn qursam, tutalım ki, bura alfa, bura məsələn betadsa, eyni zamanda burada betadır, bura betadsa, burada alfadır. Deməli, buradan belə çıxır ki, bura x-dırsa, burada x-dır. Elədimi? Bəli. B-mi verib 5. M-ni tap. S, B, M-N. 2'də 1 vur 5 vur M-N bərabərdir 60'a. 5 M-N bərabər 120'ye. M-N bərabər 24'e. Bəli. B-M oldu 24. Əlavə olaraq biz bilirik ki, bax bura baxsan, baba bu düzbucaqlı üçbucağa bax. Sarı rəngdən göstər. Bu düzbucaqlı üçbucaqda BM-in kvadratı bərabərdir AM vurulsun MC. Yəni düzbucaqlı üçbucağın xassəsində hündürlüyün kvadratı. 25 bərabərdir AM x-dir vurulsun 24 plus x-a. Buradan x nə ola bilər? 1. Bəli, x 1-dir. Bizdən də AC-ni istəyir. 1, 1, 26. Olur 26. 80. Deməli, uşaqlar 24 80-də 24 şagirddən ibarət sinif fizika və kimya fənləri üzrə qiymətləndirildi. Fizika fənnindən qeyri-məqbul qiymət alanlar sayı 8, hər iki fəndən məqbul qiymət alanların sayı 9 nəfər olarsa, yalnız fizika fənnindən məqbul qiymət alanlar sayını tapın deyir. Belə deyək ki, bunu çoxluq üzərindən göstərək. Məsələn, tutalım ki, aşağıda yazıram 81-in aşağısında. Məsələn, 2 dənə Venn diaqramından göstərək. 2 dənə çoxluqdur. Deməli, fizika və kimya biraz sual ümumi qarışıqdır. 24 şagird var. Hamısı imtahanda iştirak edir. Fizika fənnindən qeyri-məqbul qiymət alanların sayı 8-dir. 8 nəfər qeyri-məqbul qiymət alıbsa, deməli 16 nəfər məqbul, yəni müsbət qiymət alıb. Məqbul, düzdürmü? 16 nəfər. Bundan 9 nəfəri hər ikisi qiymət alanların sayı 9 nəfər olarsa, hər iki fəndən məqbul. 9 nəfər hər iki fəndən məqbuldursa, 9 nəfər. Yazır ki, yalnız fizika fənnindən məqbul qiymət alanların sayını tapın. Yalnız fizika. Yalnız fizika 16 nəfər məqbul deyil fizikadan. Yəni 16 nəfərin içərisində onsuz da kimyadan da məqbul qiymət alanlar var. Məsələ orasında deyil. Yəni 16'nın içərisində həm kimya var, həm fizika var. Ayrı-ayrı da var. Yəni tam qarışıq bir şeydir. Ümumi elə bir ki, birləşmədir. Belə deyək də, birləşmədir. Onda 9 nəfər fizika və kimya ortaqdırsa, yerdə qalır 7 nəfər nədir? Təkcə fizikadan məqbul qiymət alanlardır. Cavab olur 7. Sonra gələk 81'ə. 81'də bizə nə deyir? Cədvəldə 26 tələbənin topladığı, deməli tələbənin riyazi imtahanından topladığı ballar haqqında məlumat verilmişdir. Ardıcıl seçilmiş 2 tələbənin birincisinin 70-84, ikincisinin 85-94 bal arası nəticə göstərmiş tələbə olması ehtimalını tapın. Deməli 3, 7, 10, 20, 26 nəfər tələbəmiz var bizim toplamda. Düzdürmü? 70-84 arası toplayan neçə nəfərdir? 70-84 arası toplayan 10 nəfər tələbəmiz var da. 26 tələbədən 10'u 70-84 arasıdır. Bunlar biri-birindən asılı olduğu üçün ortada vurma olur. Və ikincisinin 85-90. 85-90 arası haradır? Buradan bura kimi? Bu yüzü saymırıq. Birin seçmişik. Tələbənin birincisini. Deyik ardıcı seçilmiş 2 tələbənin. Birin seçdik. İkinci seçimi mənim 25 tələbə arasından qalmalıdır. 25 tələbənin arasından 10 üstü 3 13. Düzdürmü? 13 tələbə qalır da. 13. Aha. Bunlar getsə, burada qalar 2, bu getsə 5'ə. Burada qalar 2, burada qalar 5. Bu tezədən 1, 2'yə getsə qalar 5'də 1, yəni 0, 10'da
2. Belə. Belə deyək ki, yaxşı ki, yenə səhv sual olmadı keçən dəfəki kimi. Amma yenə də bu yazılı tələb olunan suallar 80-ci sual, 80-dən başqa yazılı tələb olunan suallar demək olar ki, hamısı asan suallar idi. Sadəcə 80 şərt olaraq biraz qarışıq sualdır. Şərt olaraq. Belə uşaqlar, sağ olun. İnşallah növbəti video izahlarda görüşərik və qarşıdan gələn imtahanlarınızda sizə uğurlar arzu edirəm. Hələlik.